Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti, bərəkəti əfv olsun hər kəsə. Gənclik bir nemətdir, gəncliyimizin qədrini bilək. Gənclik insanı bütün ilahi nemətlərə təşviq eləyir. Və mən çıxışlarımın birində belə bir mövzuya toxunmuşdum gənclərlə bağlı. Bir gün bir gənc ömrünü, həyatını, yaşayışını boş və mənasız yerlərə sərf edir. Restoranlar, kafelərə gedir. Vaxtını da çox zaman telefonla keçirdir. Günlərin bir günü anası oğluna belə deyir: "Oğlum, bu qədər ekranla danışırsan, mənasız yerə zamanını keçirdirsən, vaxtını keçirdirsən, bir gün ruhunu susturacaq." Oğlan gülümsəyərək, "Anacan, bu mənim vərdişimdir, bu mənim istirahətimdir," dedi. Günlərin birində telefonda ürəyi partlayan bir gəncin xəbəri yayıldı. O telefonda oxuduğu zaman özü də çox narahat olur və tərəddüd içində olur. O xəbər bütün ətrafa yayılır. O gündən oğlan narahat vəziyyətində artıq telefondan, pis vərdişlərdən və həmən boş və mənasız düşündüyümüz istirahətlərdən uzaqlaşır, ruhunu Qurana sərf edir, duaya sərf edir, Allaha sərf edir. Cisim nə qədər qida qəbul etsə də, ruhun qidaya böyük möhtaclığı var. Əyləncə ilə doldurmaq olmaz ruhu. Əyləncə ilə dolmayan könül səcdə ilə dincələr. Allah Quran-ı Kərimdə buyurur ki, qəlblər yalnız və yalnız Allahı zikr etməklə rahatlaşır. Əla bi zikrillah tətməinnul qulub buyurur Allah Teala. Yəni qəlblərimizi, ruhumuzu dincəlməyin, rahatçılığını istəyiriksə, boş və mənasız şeylərə sərf etmək. Bəzən gənclər görürsən, zamanlarla, saatlarla evə kim girdi, çıxdı, sanki fokuslanır telefonlara. Əyləncələri telefonlarda, oyunlar telefonda. Əlbəttə, bu insanın zamanına çox böyük təsir edir. Ona görə gənclik yol deyil, yol ayrıcıdır. Hara getmək istədiyini indi özünüz seçin. İxtiyar sizin özünüzdədir. Allaha təvəkkül etmək, Allahdan istəmək və yalnız Allahdan özüm üçün, gəncliyim üçün və sabahım üçün, yol açılması üçün düşünmək, təfəkkür etmək və Allaha bağlılıq ən böyük bir həyatın başlanğıcıdır və mən deyərdim həyatın davamıdır, uğurudur. Təşəkkür edirəm hər kəsə.